Niyə arıqlayandan sonra təkrar kökəlirik? Adam var ki, 3 ay, 4 ay pəhriz saxlayır, 10 kilo arıqlayır. Ondan sonra yeməyə başlayanda, pəhrizi pozanda sürətlə 1-2 ay ərzində o 10 kilo çəki geri qayıdır. Bu arıqlamaq istəyən, amma bunu bacarmayan insanların demək olar ki, ortaq nöqtəsidir. Bu ona görə baş verir ki, biz ac qalanda beynimiz qidanın azaldığını düşünərək metabolizmanı yavaşıdır. Yəni bunu belə izah edeyim. Əgər sizin maşınınız 100 kilometrə 10 litr benzin yandırırsa və fikirləşək ki, sizin maşınınız ağıllıdır, düşünə bilir və düşünür ki, bugün mənə 10 litr benzin yox, 7 litr benzin verdilər. Mən isə 100 kilometr yol getməliyəm. Maşın çalışacaq ki, o 7 litrlə 100 kilometr getsin və ona görə qənaət rejiminə keçəcək. Daha az yandırmağa başlayacaq. Bilirəm, bu cansız əşya ilə müqayisədə düzgün deyil, amma beynimiz də o şəkildə işləyir. Qida az gəldikcə metabolizma yavaşlayır. Ona görə də 3 aydan sonra biz pəhrizi pozanda, artıq yeməklər yeməyə başlayanda artıq beynimiz bədənimizə əmr verir ki, yenə də bu aclıq dövrü başlaya bilər, depola. Yəni bir kənara yığ. O da hara depoluyur? Ən birinci qaraciyərimizə depoluyur. Ondan sonra isə qarın bölgələrimizdə piylənmə başlayır və bədənimiz bunu dar günün ehtiyatı kimi saxlayır. Buna görə də arıqlamaq üçün 3-4 ay pəhriz saxlayım, sonra yenə yeyib içərəm. Fikirləşmək yox, həyat tərzini dəyişmək lazımdır. Amma siz yemək yemədən dura bilmirsinizsə, iştahınız çoxdursa və demək olar ki, həyatın zövqünün çoxunu yeməklərdən, qidalardan alırsınızsa, heç olmasa bunun həcmini azalda bilərsiniz və yaxud da zərərli, sintetik karbohidratları rasiondan çıxara bilərsiniz. Çörək yeməyin, şirniyyatdan uzaq durun, karbohidratları azaldın, protein əsaslı qidalanın, eyni zamanda tərəvəzlərdən bol istifadə eləyin və iştahınızı azaltmaq üçün, enerjili olmaq üçün, metabolizmanızı sürətləndirmək üçün sizə bir qida əlavəsi də tövsiyə eləyə bilərəm. Bu qida əlavəsinin adı alfa-xrom qida əlavəsidir. Tərkibi xrom və alfa-lipoik turşusundan ibarətdir. Dərman vasitəsi deyil. Tərkibindəki xrom sayəsində iştah azalır, şirniyyata meyillilik azalır. Demək, çox yemək istəmirsiniz. Eyni zamanda insulin direncinin qırılmasında xrom maddəsi dəstək olur. Və eyni zamanda alfa-lipoik turşusu güclü antioksidantdır və bunun sayəsində qaraciyəri dəstəkləyir, yağların parçalanaraq energiya çevrilməsinə səbəb olur. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. Yeməkdən 30 dəqiqə əvvəl içilməlidir. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.